Hər vaxtınız xeyir olsun. İndi sizinlə birlikdə təbiət fənnindən məktəb turunun suallarının izahını vermiş olacağam. Amma izahlara keçməmişdən qabaq onu bildirim ki, hər birinizə bol-bol uğur arzu edirəm. Ümid edirəm ki, hər kəs həqiqətən çəkdiyi zəhmətin qarşılığını görər. Və eyni zamanda bildirmək istəyirəm ki, bu kimi videoların davamlı şəkildə gəlməyini istəyirsinizsə, kanala abunə olmağı və bəyənməyi unutmayın. Eyni zamanda fikir və təkliflərinizi də rəy bölməsində bildirə bilərsiniz. Birinci suala baxaq. Deyir ki, ağciyər venası ilə gələn qanın tərkibi və onun ürəkdə daxil olduğu kamera hansı vədə düzgün göstərilir? Diqqət edin. Ağciyər venası ilə gələn qan. Gələn qandırsa, əlbəttə ki, qəbul olacaq qulaqçığa. Amma hansı qulaqçığa? Ağciyər venası ilə gəlibsə, demək ki, oksigenli qandır və sol qulaqçığa gedəcək. Bu da arterial qan son qulaqçıq variantında göstərilib. İkinci suala baxaq. İkinci sualında deyir ki, bir-birinə qarışmayan 3 müxtəlif maye K, L və M eyni qaba tökülür. M mayesi ən altdadır. Yaxşı, şəkili burada təsvir etməyə çalışaq. Və bu zaman uşaqlar deyir ki, M mayesi ən altdadır. Çəkək burada. Və ən altda olan, bax burada M mayesidir. Ən üstdə olan isə hansıdır? K mayesi. Ən üstdə olan K mayesi. Demək ki, ortalıqda olan L mayesidir. Və eyni zamanda diqqət edin, deyir ki, cisim L mayesində asılı vəziyyətdə qalıb. Deməli, cisim də L mayesindədir. Və bizdən sıxlıqların müqayisəsini istəyir. Biz öyrənmişdik ki, sıxlığı böyük olan cisim hər zaman aşağıda qalır. Və bu o deməkdir ki, deməli, M mayesinin sıxlığı daha böyükdür. Rho M böyükdür. Hansından? Diqqət edin, cisim el mayesində asılı vəziyyətdədir. Demək ki, bunların sıxlıqları bir-birinə bərabərdir. Deməli, rho cisim bərabərdir rho elə və o böyükdür ən üstdə qalan K mayesinin sıxlığından. Bu da verilib A variantında. Sonra növbəti suala baxaq. Üçüncü sual. İnsanın ürək döyüntülərinin sayı dəqiqədə 75'dir. Və ürək disklinin 0,8 saniyə olduğunu deyib. Fazalarına əsasən bu insanın ürək qulaqcıqlarının cəmi neçə saniyə istirahət vəziyyətində olduğunu tapın. Deməli uşaqlar, sizə əslində burada verib ipucu olaraq ki, burada ürək siklı göstərim. Ürək siklı 0,8 saniyədir. Və ürək siklinin 0,8 saniyə veribsə, bilirik ki, bu zaman qulaqcıqların yığılması, yazın burada, qulaqcıqların yığılması həmin siklin 0,1 saniyəsini alır. Amma mədəciklərin yığılması, qısa şəkildə yazın, yığılması həmin siklin 0,3 saniyəsini alır. Ümumi boşalma isə deməli 0,4 saniyəni alır. Bunu bildiniz və sizdən nəyi soruşur uşaqlar? Ürək qulaqcıqların cəmi neçə saniyə istirahət vəziyyətində olur? Ümumi 0,8 saniyənin, çünki verib ürək sikli 0,8 saniyədir. Ümumi 0,8 saniyənin 0,1 hissəsi, yəni 0,1 saniyəsi qulaqcıqların yığılmasına sərf olunub. Demək ki, qulaqcıq 0,1 saniyə ərzində işləyir. Amma 0,7 saniyə ərzində istirahət vəziyyətində olur. O zaman bunu hesablayaq. 0,8 ümumidir. 0,1 saniyəsini çıxaram, yerdə qalar 0,7 saniyə. Demək ki, 0,7 saniyə ərzində istirahət vəziyyətindədirsə, ürək döyüntülərinin də sayı 75'dirsə, o zaman 75'i də vuraram 0,7'yə, eləyər 52,5 saniyə. Doğru cavab C variantı olar. Sonra keçək indi növbəti suala. Növbəti 4-cü sualda deyir ki, həcmi V bərabərdir 200 santimetrin kubu olan boş bir qabın kütləsi 150 qramdır. Bu qabı naməlum bir maye ilə tam doldurduqda ümumi kütlə 310 qram olur. Həmin mayenin sıxlığını hesablayın. Baxın, həcmin bizə verib ki, 200 santimetrin kubudur. Və boş bir qabın
Boş halda kütləsi, M boş halda kütləsi bərabərdir 310 qrama. Həmin mayenin sıxlığını hesablayın. Baxın, boş halda, xeyr, boş halda kütləsi 150 qramdır. Ona düzəliş edək. Boş halda kütləsini 150 qram verib. Amma içərisinə maye töküldüyü zaman e, kütləsi olub M, dolu halda yazaq, 310 qram. Demək ki, tökülən mayenin kütləsi nə qədər imiş? M maye yazaq. Bərabərdir. M doludan çıxaram M boşu. Yəni 310-dan çıxaram 150-ni. Demək ki, M mayenin kütləsi bərabər imiş 160 qram. Bu mayenin kütləsini tapdım. Həcmin də vermişdi də bizə. Həcmi 200 santimetr kubudur. Özü də tam dolub. Demək ki, həcm bərabərdir 200 santimetrin kubuna. Və bizdən mayenin sıxlığını soruşur. Rho bərabərdir sual işarəsinə. Sıxlığın düsturu rho bərabərdir m bölünsün v-dir. M'imiz nə qədərdir? M'imiz 160-dır. V-imiz də 200-dür. İxtisarlarımızı aparsaq, yenə də hər tərəfini 2-yə bölsəm 18. Demək ki, sıxlığımız 0,8 qram bölsün santimetrin kubu imiş. Doğru cavab A variantı. Növbətisinə baxaq. Növbəti 5-ci sual. Əslində bu sualda biraz e, variantlarında problem var. Dikkat edin burada. C2 və C2 göstərib. Amma analizdə etsəz, ümumi şəkildə görərsiniz ki, yeganə variant A variantı uyğun gəlir. Niyə görə? Çünki bizdə burada deyir ki, A plus B homogen qarşılıq olsun. Homogen qarşılıqda diqqət edin, digərlərində yoxladığınız zaman hər biri çıxır. Və çünki burada deyir A üçüncü cisimdir, yəni spirt, B də bitki yağı. Və spirt və bitki yağını birləşdirsəz homogen olmur, heterogen olur. Daha sonra un və suyu deyir burada. Bu da uyğun gəlmir. Y variantında deməli, burada da yenə də qum və suyu deyir. Bu da uyğun gəlmir. Spirt və bitki yağını deyir. Doğru cavab A variantı qalır. Və 6-cı sual. Aşağıdakı cədvəldə yay aylarında gündüz və gecə temperatur fərqləri göstərilir. Hansı ərazidə fiziki aşınma daha güclüdür? Fiziki aşınmanın güclü olması üçün temperatur fərqi bir-birinə kəskin şəkildə fərqlənməlidir. Diqqət edək, burada ən kəskin şəkildə fərqlənən nədir? Gündüz temperatur səhrada 50-dir, gecə temperaturu 6-dır. Demək ki, temperatur fərqi 44-dür. Digərində 6-dır. 22, 15, 7 Selsi. Bu da 16 Selsi. Ən kəskin şəkildə fərqlənən 44-dür. Ona görə də səhralarda fiziki aşınma daha güclü olar. Sonra 7-ci sual. Maddənin ərimə temperaturu 50 Selsi, qaynama temperaturu isə 150 Selsi olarsa, bu maddə 30 Selsi dərəcədə hansı halda olar? Öyrənmişdik də biz sizinlə, yadınıza gəlir. Buranı tutaq ki, deyək və 2 hal götürək. Bu olsun ərimə, bu da olsun qaynama. Ərimə temperaturu 50-dir, yazdım bura. Qaynama temperaturu da 155-dir. Onu da yazdım bura. Və deyir ki, fikir verin. Bu maddə 30 Selsi. 30 Selsi harda yerləşir? Nə 50-də, nə 150-nin yanında. 30 Selsi bax burada yerləşir. Yəni, ərimə temperaturuna çatmamış vəziyyətdə. Ərimə temperaturuna çatmamış vəziyyətdə isə, demək ki, bu cisim bərk halındaymış. A variantı uyğun gəlir. Çünki 30 Selsidə bu hələ əriməyib, bərk haldadır. 50 Selsiyə çatdığı müddətdə artıq əriməyə başlayacaq. 8-ci sual. Kəndir dartma oyununda sual işarəsinin yerinə dartma qüvvəsi nə qədər olmalıdır ki, kəndir sağa hərəkət etsin. Yəni, sağa doğru hərəkət etsin. Baxaq, sola doğru nə qədərdir ki, qüvvəmiz? Sola doğru 30, 20, 10. 60 Newton imiş. Demək ki, mən elə etməliyəm ki, bu tərəfə təsir edən qüvvə, yəni sağa doğru təsir edən qüvvə 60-dan böyük olsun. 15, 20. 15 ise 5, yəni 20 edir. 20-nin üstünə neçə gələrəm ki, 60-dan böyük olsun? Variantlara baxaq. 40 götürsəm, hələ 60-a bərabər olar. Bu zaman hərəkət etməsi ümumiyyətlə stabil vəziyyətdə qalar. 60 60-a bərabər olduğuna görə. Amma bizə deyir, sağa doğru hərəkət etsin. Ona görə A-nı götürmərəm. B variantı deyir 15 qoyaq. Xeyr, bu zaman sola doğru gedər. Eyni zamanda 28-də də sola doğru gedər. Diqqət edin, 45 qoysam mən bura. Bu zaman sağa doğru 65 Newton qüvvə təsir edəcək.
Amma sola doğru 60. Sağa doğru təsir edən qüvvə daha böyük olduğuna görə, demək ki, cisim sağa doğru hərəkət edəcək. Yəni doğru cavab C variantı olar. 9-cu suala baxaq. 9-cu sualda deyir ki, uzun müddət fəaliyyət göstərməsə də fəallaşma ehtimalı olan vulkan nə adlanır? Baxın, uzun müddət fəaliyyət göstərməsə də, demək ki, bu vulkan sönmüş vulkan deyil. Heç aktiv vulkan da deyil. Bu vulkan yatmış vulkandır. Demək ki, uzun müddət fəaliyyət göstərmir, amma nə vaxtsa fəaliyyətdə olacaq, çünki fəallaşma ehtimalı var. O baxımdan yatmış vulkan sayılır. Fagositos prosesi zamanı nə baş verir? Bunu artıq hamımız əzbər bilirik. Bu zaman leykozitlər mikrobları udur və məhv edir. Doğru cavab B variantı. Sağ qulaqcığın funksiyası nədir? Yenə də biraz əvvəl 3-cü sualda dediyim kimi. Sağ qulaqcığın vəzifəsi karbon qazı ilə zəngin qanı bədənin digər hissələrindən qəbul edir. Çünki sağ qulaqcıq karbon qazı ilə zəngin qanı, sol qulaqcıq isə oksigen qazı ilə zəngin qanı qəbul edir. 12-ci suala baxaq uşaqlar. 12-ci sualda deyir ki, Nəzrin zəif, lakin uzun müddət burun qanamasından şikayət edərək həkimə müraciət edir. Həkim bunu qan testinə göstərdi. Həkim davamlı qanaxmanın səbəbini necə təyin edə bilər? Baxın, yenə də deyirəm, bunu hər zaman demişik. Əgər uzun müddət qan axmasından şikayət edirsə, demək ki, bu zaman qan lövhələrində problem var. Doğru cavab qan lövhələrin miqdarına görə. 13-cü suala baxaq. 13-cü sualda uyğunluğu müəyyən edin. Baxaq burada. Uyğunluğu müəyyəndir. Uzun müddət fəaliyyət göstərməsə də fəallaşma ehtimalı olan vulkan aktiv vulkandır. Xeyr. Bu dedik axı, yatmış vulkandır. A variantı çıxdı. Vulkan püskürmələri sayəsində torpağın münbütlüyü artır. Xeyr. Bu doğrudur. Ona görə bunu götürə bilmərəm. Qeyzerlər enerji mənbəyi kimi istifadə olunur. Bax, bu doğru cavabdır. Vulkan püskürməsi sayəsində torpağın münbütlüyü artır. Bu doğru cavabdır. Yəni, bura yanlış yox, doğru yazılmalıydı uşaqlar. 14-cü suala da baxaq. 14-cü sualda deyir ki, bitki köklərinin suxur çatlarına daxil olaraq onların parçalanması zamanı aşınmaya nümunədir. Bax, bu bioloji aşınmadır. Artıq bunu hər birimiz bilirik. Sonra növbəti suala baxaq. 15-ci sual. 15-ci sual deyir ki, doymuş məhlulu doymamış məhlula gətirmək üçün nə etmək lazımdır? Diqqət edin. Sanki bizim bir qabımız var. İçərisində maye. Və bunun içərisində doymuş halda məhlul var. Doymuş halda məhlul, yəni dibində çöküntüsü olan bir məhluldur. Mən bu məhlulu doymamış hala çevirmək üçün demək ki, əlavə bir su əlavə edərəm ki, bu zaman doymuş məhlul, doymamış məhlula çevrilsin. Yəni, həlledici su əlavə etməklə. Növbəti sual. 16-cı suala baxaq. Göbələkləri bitkilərdən fərqləndirən əsas xüsusiyyət hansıdır? Bunu yenə də biz mövzu izahında öyrənmişdik. Göbələkləri bitkilərdən fərqləndirən əsas xüsusiyyət heterotrof qidalanma tərzinin olmasıdır. 17. İdmançı qaçış meydançasından qaçışa başlamazdan əvvəl nəbzini ölçür və dəqiqədə 20 vuruş olduğunu göstərir. 70 vuruş olduğunu göstərir. 22 dəqiqəlik qaçışından dərhal sonra nəbzini yenidən ölçdükdə isə 111 vuruş qeydə alınır. Nəbzin artmasının əsas səbəbi nədir? Nəbzin artmasının əsas səbəbi burada hüceyrələrin daha çox oksigen və qidaya ehtiyac duymasıdır. 18-ci sual. Nəbz dalğaları ürəkdən qan damarlarına vurulduqda yaranır. Bəli, aşağıdakı damarlardan hansında nəbz hiss etmək mümkün deyil? Nəbzi hiss etmək mümkün deyil kapilyer damarlarda. Aynur eyni ölçülü 3 stəkana müxtəlif temperaturlu sular doldurdu. Deməli, birinci stəkan 15, 40 və 70 Selsi dərəcədir. Və bizdən neyi soruşur? Deyir ki, hər 3 stəkana eyni anda bir damla mürəkkəb damcıladır. Hansı stəkanda suyun rəngi daha tez dəyişər? Bu diffuziya prosesidir və öyrənmişdik ki, diffuziya prosesi temperatur çox olduqda, baxın burada da 3-cü stəkanda 70 Selsidir. Demək ki, 3-cü stəkanda diffuziya daha çox olacaq. Doğru cavab B variantı. Baxın, 3-cü stəkanda çünki temperatur artdıqda molekulanın hərəkət sürəti artır.
20-ci suala baxaq. Təbiətdə suyun dövranı, buxarlanma, buludların yaranması, yağıntı nəticəsində su daim hərəkətdədir. Bu nəhəng dövranı hərəkətə gətirən əsas enerji mənbəyi hansıdır? Əlbəttə ki, hər birimizin bildiyi günəş enerjisi. 21-ci suala baxaq. Aşağıdakı proseslərin hansında maddənin həm forması, həm tərkibi dəyişir? Baxın, diqqət edin. Həm forma, həm tərkib. Şüşə qabın yerə düşüb qırılması. Forma dəyişir, amma tərkib dəyişmir. Dəmir filizin qızdırılaraq ərinməsi. Yenə də forma dəyişir, tərkib yox. Suyun donaraq buza çevrilməsi. Forma dəyişir, amma tərkib yox. Şamın yanması zamanı isə ümumiyyətlə yanma prosesində həm forma dəyişir, həm də tərkib dəyişir. Fərqli qablarda rəngsiz və qoxusuz iki maye verilib. Onlardan birinin saf su, digərinin isə duzlu su olduğu kimyəvi analiz aparmadan yalnız fiziki xassələrinə əsasən necə təyin edə bilərsiniz? Əlbəttə ki, biz bunu yalnız mayeləri qaynatmaqla təyin edə bilərik. Qan plazmasının təxminən 90% sudur. Plazmanın tərkibində suyun miqdarını kəskin azaltdıqda bu vəziyyət ürəyin fəaliyyətinə necə təsir edir? Baxın, təsəvvür edin ki, əgər biz plazmanın yəni qanın tərkibindəki suyun miqdarını kəskin şəkildə azaldarıqsa, bu zaman əlbəttə ki, qanı damarlarda qovmaq üçün ürək daha çox güc sərf edəcək. Təsəvvür edin ki, qatı bir maddəni ə, hərəkətə gətirmək üçün ürək daha çox ə, güc sərf edəcək axı. Bu baxımdan B variantı. Sonra 24-cü suala baxaq. Analiz zamanı məlum olur ki, xəstənin qanında ağ qan hüceyrələrinin sayı normadan xeyli çoxdur. Bu göstəriciyə əsasən həkim hansı ilkin nəticəyə gələ bilər? Baxın, demək ki, ağ qan hüceyrələrinin sayı normadan xeyli çoxdursa, bu zaman insanın bədənində iltihab və yaxud da ki, infeksion xəstəlik var. Sonra 25-ci və sonuncu sualımıza baxaq. 25-ci sualda deyir ki, aşağıdakı xəstəliklərdən hansının yoluxma mexanizmi digərlərindən fərqlənir? Diqqət edin, qrip, vərə və su çiçəyi. Bunların hər biri hava damcı yolu ilə yayılır. Amma dizenteriya isə xeyr. Bu, onları digərlərindən fərqləndirən yoluxma üsuludur. Belə uşaqlar sizinlə birlikdə 25 sualın hər birinə ayrı-ayrılıqda izah vermiş olduq. Yenə də hər birinizə bol-bol uğur arzu edirəm. Ümid edirəm ki, hər kəs həqiqətən çəkdiyi zəhmətin qarşılığını görəcək. Sağ olun uşaqlar, gələn görüşlərə dək.